Assalamu alaikum. Bugünkü yığılışımızga qadam təşrif qılğan suyumlik dostlar. Həmməyləngə Kəbini Fəridədən otuq salam, ali ehtiram. Ballar tərbiyəsi toğruluq nutuq sözləşdən burun bu yerdə oturğan pərzəntləri üçün qan tər töküb, mehirlik vücudunda pərzənt işqi yalqıncavatqan, mehnətkeş ata-anağa çəksiz hürmətimni bildirmən. Məktəbdə öyrənən azraq nəzərivi bilimimə tayanıb, bugün bu yerdə sizlərə sözlə perişətlik erişkənlikimdən intayın xoşalman. Sizlərdən mol təcrübə asasılı gələn qimmatli tənqidi fikrimlə mənim pərzənt tərbiyəsi izləniş yolumda kəm boz olmaydıgan bibaha cəvhərdir. Asıl-Asiya aldı təmtəb ketivatqan biz tək bir millətə nisbətən milletimizin geləcəyi və görünüşünü ata-analarının pərzənt tərbiyəsiyə qançalik köngül bölgənligidən ayırıb qaralıb olmaydı. Biz toğra, sübətlik bolğan pərzənt tərbiyəsi bilanla milli mövcudluğumuzu saxlab qala alayımız və gələcəyimizi qurub çıxa alayımız. Şuna pərzənt tərbiyəsi hər bir ata-ananın və kəlbəsində ata-ana bolğucu qız yigitlərimizin yanında çoxqur orun elisi tegişlik bir tema. Məsuliyyətçən ata, uluq ana degəndək nəticələrinin ölçümü ata-analarının pərzənt tərbiyəsidəki eli və tutqan pozisiyası bilən seç münasibətdir. Bu an və pozisiyanın ifadəlişinin hazırqıdək xilliqin mədəniyyətləri toxunuşub, üstünlük tanışıyatqan vaxtda daimsi texmo kengəyməkdə. Pərzənt tərbiyəsi digimizdə pərzənt tərbiyəni oybekli buldu. Bu yerdəki tərbiyə balının cismani, əqli, psixikалық tərəflərə, yoki aqid etiqadıq əlaqədar bolğan tərbiyə bo'lishi mumkin. Bugun biz bu çoğ oqumning ma'lum bir muhim nuqtasini so'zlayapmiz. U bo'lsin bolalarda til taraqqiyoti. Tarix qilmayan til haqida o'tirib qo'yilgan nazariyalarning to'rt cho'ng tur bo'yicha tilg'aylish bo'ldi. Ya'ni til, arzu, istak, hayajon, his-tuyg'u, atrofimizdagi hodisa va jismlarning holatlarini ifodalab, o'zining materialini o'zi tayyorlovchi hisoblanadi. İnsanlar so'zlash iqtidori bilan tug'ildi, ammo tilni tug'ilishini bilmaydi. Bola o'z yashayotgan jamiyatning tilini shu jamiyat a'zolaridan anglash va ularni taqlid qilish orqali o'rgandi. Bolaning ana tilini o'rganishi va uni yaxshi ishlatilishi bolaning til taraqqiyotiga yordam beradigan muhit va sharoit bilan ta'minlash orqali amalga oshadi. Undaqda bolalarning til taraqqiyot bosqichlari qanday bo'ldi? Til taraqqiyot bosqichlarini çoğu cəhətdən iki türə ayrışıq buldu. Biri sözləşdən burunqı dəvri. Bu 0 aylıqdan 12 aylıqçı bolğan vaxtını göstərdi. İkincisi sözləş dəvri. Bu 12 aylıqdan 72 aylıqçı bolğan vaxtını göstərdi. Sözləşdən burunqı dəvr öz içindən 4 tür bölündü. Yeni tuğulğan məzgil, bu yəni yığılış məzgili çox atıldıqan olub, 0 aylıqdan 2 aylıqçı bolğan məzgilini göstərdi. Yeni tuğulğan bolğanın heç kim öyrətməsinmi, ana sütünü iyrisi və onu yutisi refleks olub, tırnağın çıxışına ən çox faydası bulduğan amillarının biri hesablandı. Adətdə bolğanın turuncu 3 həftədə çıxarğan avazı özgərilgən, məqsədsiz, mənasız avazlar qarıldı. 4-cü həftəsi qədər qoyğanda balınınki yığılaş avazda özgərişlik bildiğən olub, analar qaysı yığılaş halınınki qandaq məna ifadə edildiğini tərifləndirəliydi. Köpünç yığılaşlar bolsa, bu şıqıdıqlıqıcı münasibətli halda açlıq və yaramın səbəbidir buldu. 2 aylıqdan 4 aylıqçı bolğan bulunuldaş məzgildə boğaq yaramın ifadə edilən avazlarla birlikdə özünün qanaatini və xoşalığını ifadə edilən avazlarını çıxırdı. Bu xoşalda özünün avaz çıxırvatqanlığını his qıla alaydı və özünün avazının xoşalıq tapıqda hər xil avaz uyğuları arqılı yeni avazlarını şəkilləndirdi. Ətrafıdakilərin avazı imtaz qaytırdı və apısının avazını anlığan düküldü. Babulaş məzgili qədər qoyğan bir boğaqının avazını anlap baxaylı. Bu bağlaş məzgədə boğaqның tilini yumulaq halət əkiliş və solcuşluqlar yitirgən olur. Yalnız qalğan çalda özünün avazını təqlid qılıb oynayır. Bu məzgədə bağının çıxarğan avazı refleks haletindən çıxıb tamamen məqsədli halət fikirdir. Avaz çıxırış üçün qıtıqlıqıç amil bolsa, balının öz hesablıdır.
Bu məzgildə balınınki öz-özüyə sözləşsin başlamaktadır. B, P, M oxşayan kalp tavuşlarını çıxartış ilə birlikdə ba, 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 ma degen oxşas avazlarını çıxırışı başlaydı. 4-cü ildən başlap imiş üçün ürək muskulunun ornuğa tır muskulun qolundu. Törəndə əcləş məzgili qədəm qoyğan bir boğaqın avazını alaydı. Həcləş məzgildə apısının yaki ətrafındakı kişilərin boğaqın avazlarını təkrarlab sözləb verisi, boğaqını xoşal qılış ilə birgə sözləş iqtidarının yetilisi yardımcı buldu. Bu məzgildə boğaq bağlaş haqqılı çoğlarının sözləş ahamı oxşayan avazlarını çıxırışqı başlaydı. Mana bu şu təqlid qılış əhvalını bağlının til tərəqiyyatı və ictimai tərəqiyyat iqtidarının yetilisi üçün aktiv təsir görsüdü. 11-ci ildən başlap avazlarını təqlid qılıbatqan boğaq kəlimələr təqlid qılışqı başlaydı. Bu basqışdan keyin boğaq ətrafındakı mühitini qəbul qılğan yığızdakı ılıqlaşlarının mənisi haqqında izlənişə başlaydı və ana dilini öyrənişə təyər bolğan buldu. Sözləş dövrü öz içidir. Bir sözlük məzgili, iki sözlük məzgili, tunci qrammatikалық sözləş məzgilindən ibarət 3 türlü bölündü. Növbətdə 14 aylıq boğaqның avazını bir anlap çıxaydı. On 12 aylıqdan 18 aylıqçı bolğan bu bir sözlük məzgili tuncu sözlüklərinin eğitilğən vaxtı bulub, məsələn, boğaq baş dəb beşini iki tərəfli buraq sırqı çıxış arzusunu ifadələydi. Bu məzgildə qubul qılıç til ifadələş tilinin bəkirək tərəqi qılan buldu. Bunun səbəbi ətrafdan qubul qılıvatqan atalğı oxumlarının köpüyüsü və bağlanan zihni tərəqiyyatının, til tərəqiyyatının aldı ötüb yetkəlidir. İki sözlük məzgili 18 aydan 24 aylıqcı bolğan vaxtını közündən bulub, bu vaxt 2 yoki 3 sözlükni birləşdirib, ən qısqa yol arqılı məqsədini ifadələşib başlaydı. Məsələn, apa, kəl, ata, top degənə oxşaş. Bu sözləş uslubu bu vaxtın ana tilinin qrammatikалық qurulmasını öyrənişə başlanğanlığının ifadəsi. 18 ayda bu vaxt təxminən 50 kəliməni öyrənib bulalaydı. Bu yer gələn qədər bu vaxt deb etişimizin səbəbi bolsa, doğulğandan başlap, yəni 4 aylıqdan 24 aylıqçı bolğan məzgil bu vaxt məzgili deyə atıldı. Tunci qrammatikалық məzgili 24 aydan 72 aylıqçı bolğan vaxtını közündən bulub, bu məzgildə 3 kəliməni birləşdirib bir oy fikrini bütün ifadə birələydi. Məsələn, aldığım basqışda ata top degen bolsa, bu basqışda ata top at deyiş arqılı texmi düşünüşük bir şəkildə ifadə turdu. 24 aydan 36 aylıqçı bolğan məzgildə bala ətrafındakilərinin kiyimizini edib degen oxşaş kiçik buyruqlarını orunlaşı bilan birgə ismingiz nima, qayerga borasiz degan oxşaş oddiy savollarga javob beradi. 36 aylıqdan 48 aylıqçı bolğan məzgildə balaның kəlimi xəzinəsi berishga başlaydigan bo'lib, yangi sözlüklərni öyrəniş bilan birgə mavjud sözlüklərni texmo elastik holatda qo'llanib, o'zining his-tuyg'ularini, tushunchalarini va munosabatlarini erkin shaklda ifodalab beradi. Hatto sharoitga uyg'un holda pisildab gapirishni o'rganadi. Undaqda 38 aylık bir baldır avazı yuzurlarda. aydır 60 aylıqçı bolğan məzgildə bala tilini asan və to'g'ri şəkildə qo'llanıb, ata-onasining gap qilish şəklini taqlid qildi. Bu da bizning tilimizdagi yerli şivinni o'rgangan vaqt hisoblanadi. Tilni qo'llashda qiz bolalar o'g'il bolalarga qaraganda yaxshiroq qo'llanadi. Bu o'zini markaz qilgan holda so'zlaydigan mazkur bo'lib, kalima xazinasi texmo biyiq mingga yaqinlashadi.
60 aydan 72 aylıqçı bo'lgan mezgildə tilni qo'llash jihatda bir Qur'onga yetgan kishining qilishligidek darajada so'zlaydigan holatga keldi. Kalima xazinasi 2000 ga yaqinlashdi. Yuz bergan va yuz bermoqchi bo'lgan hodisalarni oldi keyni tartib bo'yicha aytib beradi. Endi kelaylik 4 yoshdan 6 yoshga to'lgan bolalarning talaffuzdagi ko'p ko'rilgan xatolarga. Tovushlarninki almış qilish ahvoli, masalan, shakka deganni shakka deb qoldi. Bo'g'im ahvoli, misol olsak, telefon degan so'zni telefon deyish. Yaqin harflarninki almış qilish ahvoli, buni misol olsak, harva degan so'zni havra deb qoldi. Bizningki farzandlarimizning Uyg'ur tili tovushlarini qanday tartib bo'yicha talaffuz qilganligini bir ko'rib chiqaylik. 18 aydan 35 aylıqçı bo'lgan mezgilda B, D, T, K degan o'xshash harflarni talaffuz qila oladi. 36 aylıqdan 47 aylıqçı bo'lgan mezgilda P, G, Ş, C, Ç degan o'xshash harflarni talaffuz qila oladi. 48 aylıqdan 59 aylıqçı bo'lgan mezgilda G, H, Q, J degan harflarni talaffuz qila oladi. 60 aylıqdan 72 aylıqçı bo'lgan mezgilda R, N harflarini talaffuz qila oladi. Bu tartiblar bo'lsa umumiy ahvolni ko'z tutgan holda o'tirib qo'yilgan, albatta istisnodan xoli emas. Normalda bolalar so'zlashininki tushunish darajasi yoshining cho'ng'ishiga erishib boradi. 2 yoshda 20 ga yaqin tushunilgan bo'lsa, 4 yoshga kirganda bolaning so'zini to'liq tushunish mumkin bo'ldi. Til taraqqiyotiga ta'sir ko'rsatadigan omillarni tövəndəki bir neçə nuqtaga yığınçaqlashga bo'ldi. Anglash iqtidorining normal bo'lish bo'lmasligi. Hammamiz bilgandek, anglash iqtidori normal bo'lmagan bolaning so'zlash iqtidorining ta'siriga uchraydi. Ig'ir va uzun muddatli kasalliklar, yetilish va o'rganishga munosabatli ilminlar, tilni uzuqlug'uchi sirtqi muhitdan mahrum qilish, bolaning jinsiyatining farq bo'lishi, yashagan muhitining ijtimoiy iqtisodiy ahvoli. Bu omillardan chiqib turib, til taraqqiyotini aktiv ilgari suradigan usullarni yig'inchoqlab aytsak, bola bilan paranglashganda uning bo'yi saviyasiga engishib, ko'ziga qarab turib paranglaysiz. Bolaning ismini qo'llanib, iliq tabassum bilan paranglaysiz. Cho'nglar eg'izdan chiqqan so'zlar bilan bolaga o'rnak bo'lganlik uchun shu paranglashganda to'g'ri talaffuzda grammatika qoidalariga uyg'un holda paranglaysiz. Normal ahangda yuz va qo'l ifodalarini qo'llanib turib paranglaysiz. Bolaning demoqchi bo'lgan so'zlarini astoydillik bilan anglab, uningga ulgu bo'lish. Bolaning bir kun ichida qilgan ishlarini va boshqa do'stlarning qilganlarini paranglaysiz. Agar ehtiyoj bo'lganda yetarli tushuncha berish. Bolaning so'zlarini kengaytgan holda so'zlash orqali uni texnik rag'batlantirish. Oxirida umoqlarning til taraqqiyotiga yordam berish uchun tuvandagi ishlarni sinab qilishimizni arziydi deb o'yladik. Ya'ni bolaning yoshiga va qiziqishiga uyg'un kitoblarni o'qib berish. Televizor va shuningga o'xshagan narsalarni birlikda ko'rib, mazmun haqida paranglashib, texnikni yaxshi tushunib olishiga yordam qilish. Bolaga hikoya va cho'chaklarni har xil ohangda so'zlab, qiziqishining kuchlanishga turtki bo'lish. Bola bilan birlikda naqsh aytib, she'r o'qib, har xil so'z o'yinlarini o'ynash. Bolani yashiga uyg'un holda hikoya, cho'chak aytib berish taklif qilish. Kundalik turmushda bola bilan birga bo'lgan har fursatda suhbatlashganda bo'lsa, bolaning kalima xazinasini beyitish uchun turli so'zliklarni qo'llanib gap qilish. Bola bilan o'ynaganda va rasm chizganda uning bilan paranglashib turib, yangi fikrlarni o'ylab chiqishiga turtki bo'lish. Bola bilan paranglashganda uning javob berishiga fursat va yetarli vaqt berish. Uxlashdan burun bola bilan kunduzda nima qilganligi, kayfiyatning qanday ekanligi, nimalarni o'ylayotganligi haqida paranglashib, keynidan muvofiq hikoyalarni o'qib berish orqali til taraqqiyotiga yordam qilgan bo'ldi. Bu yerda so'zimni oxirlashtiray. Hammalarning sabr bilan anglab berganliklariga chin ko'nglimdan rahmat aytaman. Mening jiyanimning sizlarga aytib turgan bir naqshisi bor ekan, agar xohlasangiz hozir aytib bersam. Qaysi naqshni aytamiz?
seçip özünce Onların özünce Onların özünce Onların